Всем привет! Это новый день. Сегодня понедельник, походу. Кажется, да, я уже забыл. 29-е. Сегодня прекрасная солнечная погода. Несмотря на то, что на выходных было очень дождливо, холодно, пасмурно. Сегодня прекрасная погода. Вот. Сейчас я иду во второй половине дня на тренинг Four Seasons, который будет проходить для новых сотрудников Паша Лайфа по ценностям. Там какие-то игры будут специальные, которые будут раскрывать там какие-то стороны и так далее. И я постараюсь показать вам вообще, как здесь и что происходит там. Посмотрим, как пройдет. Вот такая будет у нас адженда. Значит, сначала мы собираемся вместе, потом говорят, какие игры будут, кофе-брейки и разные игры тоже будут. И такой стульчик. Тут каждому дали такую коробочку. Интересно, что там. Сейчас посмотрим. Обзор на бутеры. Салмон. Ой. Печенюшка с предсказаниями. Такая игрушка, значит, снова. И сет с шоколадками. И такие вот стикеры. Biz bu seçim merhalelerinin hepinizin bagajlarınızdan tecrübelerinde ve size inanarak seçmiş ve hayatın emektaşları gibi fayda edeceksiniz. Ve her gelen bir meclisiz kılıçlarınızı doğru özünüzden bahsedemez. Yani aile kamusal kazandığı bir olan bir şirkette çalışıyoruz. Ve biz de verdiğimiz komandamızız ve inanılır ki birlikte her birimiz Türkiye'de onlara icra edeceğiz. Her seferinde bu sizin için bir yeni başlangıçtır. Bizim için ise yeni bir enerji başlangıcıdır. Çünkü biz inanılır ki her bir şirketin esas nedeni varlığı onun insan kapsamıdır. Ve elbette ki her bir şirket öz insan kapsamına davranmış şekilde ele bir müddiyanmalıdır ki insan kapsamı olarak işe bir üzerinde ölsün ve öz bazı insanı tam olarak reallaştırmak için bir şarayım olsun. Biz çalışıyoruz diye insan restoran olarak ve şirket olarak her bir emektaşımıza bu imkanı yaradak ki onlar maksimum potensiallarına çatmak için çalışırlar ve biz de onlardan memnunuz. Sabah süreci bütün masalar etrafında olan diğer iştirakçılarla öz kartınızı, bir kartınız olacak nedir prinsipin adı ne olacak hiç numarada göstermiyorum yani siz bilirsiniz. Daha sonrasında diğer bütün kartınızı Так kızım. adıyla hem kartın tesiri birbirleriyle uyumlaşmalıdır, boşalaşmalıdır. Boşalaştıktan sonra ise her birinizden gördüğünüz gözlüğe var 4 olmalı. Buyurun. İstedadı keşfet gel. Neçə nəfər oldunuz? Elə buradaydık. İnsan öz yerində daha çox parılaya bilir. Və ona görə istedadı kəşf et və ya hətta bir qəlbinlə yönət. Nə dərəcədə biz bir-birini dinləməyə aşığıq. Bu haqda bizim hansı tezliklərimiz var, nələri yaşamışıq ümumiyyətlə öz həyatımızda. Biz birazdan tapşırığı da keçəndə istəyəcək bunlar bizim üçün nə üçün önəmlidir. Digəri ki, bizim prinsipimizə baxaq, öncə müştəri və hər zaman irəli. Öncə müştəri nədir? Təbii ki, biz xidmət sahəsində fəaliyyət göstərdiyimizə görə bizim qanımız, canımız, pul mənbəyimiz, bütün performansımızın əsas hissəsi bizim təbii ki, müştərilərimizdir. Nə isə də beynimizdə hər zaman müştəri yönümlü davranmalı. Yeni bir məhsul buraxanda bunun üçün nə bilir? Hətta bu yaxınlarda mən baxdım, bir banklarımızda bir application var. Baxdım, o qədər umursuz, dəhlisiz bir şeydir. Axırda gəldim, bunu kim üçün vəzifə çıxılsız ümumiyyətlə. Nə xanım o düzəldir, nə produktun düzəlmişliyi və s. baxır. Yəni, müştəri odaqlı, müştərinin gözündən düşməmək üçün, müştərinin hər zaman bir nömrəsi olmaqdan ötürü. Bayağı gözəl bir keyiflərdən danışdıq xanım ki, müştərilər nə dərəcədə bizim təmsilçilərimizdir, bizi nə dərəcədə başqalarına tövsiyə edirlər. Onu etməkdən ötürü hər zaman öncə müştəri prinsipini həyata işinizi o şəkildə qurur. Və
yaxud da ki, hər zaman yenədir. Hər ilk evlərlər artıq 23-dən bir mantıya görürsünüz. Biraz da daha artıq, biraz da daha artıq. Hər zaman insanın ambisiyaları, yaxşı olmaq istəyi birinci növbədə olmalıdır ki, daha da irəli getsin. Bugünkü gündən kifayətlənməsin, daha da yaxşı olsun, daha nə edə bilərəm deyə bir sual verib özünü hər zaman tonuslu saxlasın. Və əlbəttə bizim iki prinsipimiz sahiblər və cəsarətli olur. Nə dərəcədə özümüz öz işimizi sahiblənirik. Nə dərəcədə cəsarətli şəkildə öz iddialarımızı dilimizə gətiririk. Nə dərəcədə o buraya sahibiyik ki, başqasının hətta etdiyi səhvi özümüz sinəmizə davam edək ki, çünki mənim komanda yoldaşımdır. Fərqi yoxdur. Krallığın krallar, nasıl kraliçə olar kimi. Sizin müddəli atributlar verəcəyik. Hər bir krallığın təbii ki, nəyə olur? Adı olur ilk növbədə. Atributlar olur. Bayrağı olur, himni olur, nə bilim kralı olur, nazirlikləri olur, lordlukları olur və bəlağı. Hər biri də bir özünə məxsus şəkildə bir-birindən fərqlidir. Nə belə deyək sizə, bir dənə zəhmət olmasa. Misal üçün bu masa sahibdən və cəsarətli olur prinsipi əsasında fəaliyyət göstərən krallığın sahiblərisiniz. Belə deyək. Sizdən kiçik bir hikayə danışmağınızı istəyəcəyim ki, məktubda görəcəksiniz, kiçik suallar sorulacaq sizə. Bu krallığın prinsipləri nələrdir, dəyərləri nələrdir, nə rəngdə bayrağımız var, nəyə görə bu rəngdir, bu krallıq necə oldu, yarandı, necə bir hikayə düşünə bilərsiniz bunun üçün, krallığınız necə idarə edilir və s. Hər bir masanın üzərində kiçik bizim öncəliklərimizdir, hər zaman irəli, istedadı kəşf et, qəlbinlə yönət, geniş düşündür, səhv edilmirəmsə və yeniliyi kəşf et. Əsas odur ki, hər masa Taskımız oradadır. Çöçmə. Oxumağa əlinmə qoyuram. Ad yazmalıyıq, sonra deviz, sonra simvol və ya bayraq, meydanları, komanda mərkəzlərini, etibar kütlələri, hekayəsi, komanda liderliyi hekayəsi. Birinci Timaz üçün krallığın adı olmalı. Braveheart, hə, qulaq nədir? Nə qoya bilərik? Braveheart. hekayələrimizi unutmuruq, Aklıma bir şey gelmiyor, yalan deyirəm. Sıra. Yəni biz nədən fokuslanırıq? Tipa həyat sığortasından gedirik. Hə, hə. Aa, все. Все понятно. Braveheart oldu komanda. Braveheart. Ki, krallığın mottosunu yaradır. Bir yaxın. Hə, qoydum ola. Deyərsən ki, bu da şeydir. Ya. Şəkillər qoyacaq. En resim çəkəndə Ha, kısacası doğrudan. Ha, başka içine gelmir bura, ha. Bence de ha. Çünkü başka gitmir. Yönetip böyük bir ailedir. Da, o. Gel benimle göre. Necə? Qəlbinlə yönədirsən şirkəti və istedadlı kəşf edib bir ailə yaradırsan kimi. Ha, istedadlı keşf. Yönəcək mi? O, proto mutlusu meselesini deyirəm. Bunun qabağına bir dənə video sadəcə mən filmlərin atacağım, bunu istəyirəm. Biz bunu seçirik. Beytini seçdik. VIP statusu hər birini oldu. Əgər film kod yoxdur da yəqin ki, mən saçma çox Qəlbimizlə yönədib istedadları kəşf edib Hə, filmləri paylaşa bilmirəm. Mən də paylaşa bilməyəcəm, hə, düzdür. Mən film qoya bilmirəm, film qoysam paylaşa bilməyəcəm. Mottomuzu tap. Bəyəxəli dedi ne? Nəsə istedad nə? O mottoyu uzun deyir. Qəlbimizlə yönədib istedadlı kəşf edib bir ailə oluruq. Etibar edin. Elə axırıncı cümləni götürə bilərik. Axırıncı hissəsini. Çəçükçi olmuyor ki be. Kralın təmsili. Aa, təmsili tapdıq da önce. Təmsil tapıldı. Kimlər qəlbinə yönəldik. Təmiz kəslərə yönəldik. Var. Deməli, iki dərs arasında motto deyin, ağzına gələn sözlər aslında. İstedadı keşfettik. Qəlbinə. Keyboard'da da. Qəlblərin lider ol. Anə bilirəm. Kстати, supportive leader. Bak hele как раз ona oxşar bir şeydir də. Qəlblərin lider ol. Uğurun lider ol. Anlamak için içinde, sonrasında paylaşım sana değer yaratır. Anlamak için dille ve değer yaratır.
Empatiya, o tekrarlaşma söylüyor. Anlamak için dinle, değer yarat. O da empati var bizim özelde. Anlamak üçün də dəyər yarat. İki də. Tak. Fikirləşirəm. Anlamaq üçün nə dəyər yarat? Şey deyil. Anlamak olsa empati sözünə görə onu fikirləşdim ki, anlamak için dinle. Və istedadı kəşf izah edilməli yox. Hə, o da var. Ona görə Değer yarat. dediyim neydi? Mən öz dediyimi yadına çıxardım. Nəyəsə dedim. Mən etiram edirəm. Qəlblərin lideri Mən dedik. qəlblərin lideri. Uğurun sonra dedi. Qəlblərin lideri. Oradan neydi tuttu? Aradı. Bunu kəsirik. Zaten insanın içerisindeki Bir bəlkə biri qəlblərin lideri dəyər yaratıyordu. onlar Daha da klaslı. Qəlblərin lideri. Dəyər yaratıyor. Onu buraya yazaq. değer yarat. Dəyər yaratıyor. Bir de şey var, herkesin içindeki şirketler olabilir. Bu da yaxşıdır. Qəlblərin keçirsə deyə bilirsən. Kısa tecrübesiz dedim dersen. Ya bir gəlin bir şey olur. Azdı biter burada fikirləşirik. Çalışırıq. Şeydi, herkesin içindeki işini keşfetmek mesela. Mentorluqla bağlı bəlkə də şeylər var. Çünki istedadı keşfet plus qəlbinlə yönət, liderliyə daha. Qəlblərin lideri ol, dəyər yarat, işığı keşf et. Daha çox Lideri ol, keşfet. dəyər yarat, işığı keşf et. Kısalıp dergesi. Herkesin içindeki değer yarat. Yaşlı bir qəlblərin. Ağ hissəsinə yazaq yapışdıraq. Prosta bunu buraları şey yapaq. Prosta o kəsmə vaxt gedəcək, o keçəcək. Yani cümle bir söz olsa bir şey olsa rahat olardı ama bu cümle... Ben elə onu demək istəyirdim ki, söz Onu yuxarıdan elindən motosun yazmaq olmayacaq. belə Storytelling başlayır da. Güya ki, yox yaxşı gəlir. Bu istedadları keşfet söhbəti yaxşıdır. Bu biz grup yaratmışıq. Məsələn, şimdi belə bir kralımızda teması var. İndi bunu bizim komandalarla bir əlaqəsi var. Hə, hə. Yəni məsələn qəlbinlə yönət söhbətidir. Braveheart. Bu şeydir, krallığın yönetmə şeyidir. Bu Prinsiplərindən çıxmış addır. Braveheart. İndi ilkin olaraq da belə logozda seçməklə, yəni belə başqa bir məsələ var. İndi bax storytelling fikirləşirik. Storytelling. Krallığın stories şeyini, məsəl üçün atıram ben, bir dənə kübar, neçənci kimdir belə deyim, belə qədər orta sərasılar belə məsələ var, yoxsa Yox, yox, mən bu krallığın bir dənə prosesdir. yəni orada olsa daha çox qəşəngdir. Ben bu çox bəyənirəm, buna davam edeyim. Məncə onu bu da axı bu tapılmayacaq ona gedəcək. bunu Bax, bax, budur. Storytelling fikirləşirik. Motosu, Görək. gəliblərin lideri o, deyər yarat, işə çəkmək, krallıq məsələsi olur. Bəs simvol seçmişsiniz. Hə, deyə xaşdı. Hemen halva ele bir şey geldi. Hikayenin başına başına basmak istiyorsun. Aha. Deməli bir sayı olur. Bütün dünyanı gəzdi. Və gəzdikcə... Gəmisinin ki, Və bütün dünyanı gəzdi. Və bu gəzərkən insanların belirli savadlı hərəkət edilmiş dəyərlərini bilən insanlar, belə demək, çox bacarıqlı insanların necə başqalarından təzyiqliyini, bu nəticəsində dəyərləri bilmədiyini fərqinə varır və onun özü də bilib bu nəticəsində dünyanı gəzməyə davam edir. Və bu zaman başlayan proseslər çox qısa olur və öz düşünür ki, belə bir fəaliyyət yaratsın və həmin o insanları bir ortama gətirsin. Və bu və bu nəticəsində Tik seriyalı dönür. Elə gətirirəm. Və məsələn, yolda getdiyi zaman qarşısına bir ağac çıxır və bu ağacın nəyə bənzədir? Gövdəsini özünə və onun üzərində olan yarpaqları həmin insanlara bənzədir. Həmin insanları birləşdirir. Hər birinin xüsusi bacarıqlarında var. Biri flopik olur, biri yemək pişirir, nəsə bir rol tapır. Hərəsində bir rəqəmi onlara görə Mən çorban. Mən deyirəm ki, bayaq Uydu, vaxt lazım. hərəsinin bir istiqamət danışır. Hərəsində bir rol tapır. bir səsi təmizliyində demişə biləcəyim. Yeni yazsın da, hikayəsi bir fin yazsın. Dedikdə bir hekayəmiz var da dənəyini yazırıq. Şey olur, fikirləşdi. Tabu danışa bilir. Gedir yolda şeydir, bu Molla Nəsrəddin nağılları. Çıxır yola, Dəqiqə. Yola sıra konuşamaz. Yola sıra başına nə var da sadəcə. çıxır yola. O kalabuk kimi kare qabağında biri nə bilim ok çıxır, canavar çıxır, nəsə bir şey çıxır. Adam çıxır. Hansı çətinliklər var Hər məsələn? adamın qulaq asan yolda otur hamısını bir-bir danışır. Birinci onların əsl bir cana dəftəri var. Sonra aşağıdakı hərəsinin bir bacarığı var. Biri geçən yemək pişirir, biri geçən hamısını bir-bir yığır öz arabasına. Sonra araba dönür onun gəmisinə. Öz çarvanına qoşulur. Çarvanına qoşulur. Hamısını gedir və gidər qalırlar. Bir şeysə, dəyər şey, yəni 15 seçmək istəyir. Kalır yaradır. Öz olmalı istəsin. Axırda xoşbəxt yaşadılar. Amma burada başqa problem var. Məsələn, komanda hansı çətinliklər var? Nə qədər insanlar bir-birinə çox dinlənir, həm insanlar əzilir. Ona görə komanda Наконец закончили. Добавили пару картинок. Здесь, 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 здесь. Хорошо, что напомнила. Sen. Давай çık. olmasaydı ben Biriniz de gerek değil, buna yaptırma. story'də. Все. İnanırım sana. Давай. Hamı görür.
Bəli, buyurun, sən də sizdir. Buyurun, kim danışacaq? Salam herkese, adım Nisa. Bizden diyorum. Deməli, bizim krallıqdan ümumi olaraq açmağa başlamışdan öncə biz bu krallığın necə yaradılmasına bağlı danışmaq istərdim. Burada kiçik bizim bir hekayə var. Onlarda bir səyyah olur və dünyanı gəzir. Gəzərkən çox çətinliklərlə qarşılaşan insanları görür. Görür ki, insanlar bir-birindən qorxur, söz deyə bilmirlər, daha çox həm də itaət edirlər, öz fikirlərini bildirirlər, onlara çox pis davranırlar və onların içindəki bu işığı həmin rəhbərlər söndürürlər və bu formada səyyah dünyanın gələcəyi çox pis olur və düşünür ki, elə bir krallıq yarada bilər ki, burada həmin insanları bir araya gətirər, onlara həqiqətən qorxu ilə deyil də, daha çox sevgi ilə, dinləsə hisslərlə, emosiyanı necə idarə ola bilərsə onu göstərmək istəyər. Və bu formada bir növ, belə deyək ki, əraziləri gəzdikcə çox insan olur və həmin onun kərvanına qoşulurlar. Və bu kərvan uzun müddətli o gedəndən sonra artıq bir ağaca rast gəlir və burada nəyi görür? Burada onu görür ki, ağacın gövdəsini özünə, budaqlarını isə həmin insanlara bənzədir ki, həmin insanlar bir nöqtədən güc alırlar və bu güc isə həmin ağacın bir növ gövdəsi olur. Ona görə də bizə burada ortasında bir növ ürək simvolu olan bir əsas bizim gedrimizdir və həmin səyyah qərar verir ki, krallığı burada vursun. Və bizim krallığın adı da vurarkən Brave Castle adını verir və başlayırlar artıq insanlar burada bir növ yaşamağa və bu insanlar bir araya gələndə onlar fərqli peşələrdən olurlar. Məsələn, bəzi balıqçılıqla, bəzi tikintiliklə, bəzi əkinçiliklə məşğul olur. Ona görə də bu yığdığı adamlar artıq başlayır yavaş-yavaş bir növ burada formalaşmağa və burada bizim bir neçə sualımız var idi ki, mən istəyirəm ki, suallara bir cavab verək. Bunlardan biri komanda hansı çətinliklərlə birləşir? İlk vaxtlar bu insanların bir araya gəlməyə çox çətin olur. Çünki hər bir əmrə itaət edirlər, heç vaxt fikirlərini bildirməyirlər, həmişə bir növ öz işıqları görülmür və buna görə də onlar üçün bir növ ilk vaxtlar adaptasiyası çox çətin olur. Yəni bu cür problemlərlə qarşılaşırlar ilk zamanlar. Və bizim növbəti sual dinlər, emniyəti və insan yönümlü yanaşmayı necə reaksiya verirlər. Və burada səyyahdan başqa bir neçə insan da var idi ki, bir növ insanları bu krallığın qurulmasına dəstək olublar və bu krallar daha çox onlardan bunu etməlisən deyə deyib də, məsələn, niyə belə hiss edirsən, hansı çətinliklərin var, bu qorxuları sənə yaşadan nələr oldu, bu formada bir növ təkbətək görüşlər edərək bir növ onları adaptasiya edirlər həmin bu prosesə. Və növbəti sualımız burada isə komanda üzrə birinci dəstəkçilikdə. Burada hər kəs dediyimiz kimi fərqli bacarıqlar olduğu üçün artıq bir müddət sonra bu liderlərin onlara yaratdığı bu şərait altında əkinçi bir növ odunçuya, eyni zamanda tikinti məşğul olan balıqçıya bu formada kömək dəstək olaraq artıq bir birlik halına gəliblər. Və bundan sonra isə bu krallıqda liderlər necə davranırlar və bu krallıqda liderlər heç vaxt hökm vermir, yol açır, onlara dəstək olur. Onların bu prosesi necə hiss elədiyini və yaxud da bunlar özü üçün əsas önəmli məqamın nə olduğunu vurğulayır. Və sonra bu isə digər məsələ isə komanda üzvləri burada necə hiss edirlər. Burada daha çox artıq özgüvənli və daha dəyərli hiss edirlər. Onlara bir növ şəxs olaraq suallar verilir, onlar necə hiss elədikləri, nə dəstək lazım olduqları bilinirdi və bir fərd kimi yanaşırdılar. Ona görə özlərini çox xoşbəxt və daha güvənli hiss edirdilər. Və mən özüm bir yeni əməkdaş olaraq bu krallığa dokunmaq istəsəm nə olardı və belə bir məqam da deyir ki, zaman keçdikcə bu yaradılmış krallığın əks sədası bütün dünyaya yayılır və bu tür yaradılmış bir mühitdə gəlib yaşamaq üçün müxtəlif yerlərdən artıq insanlar axışır. Mən də həmin insanlardan biriyəm və bu krallığa dokunmağa hazırlaşıram və bu krallığın əsas sözüm olar ki, insanlarla daha da birlik şəklində olub, öz bacarığımı hələ tapmamışam. Həmin krallığa gedib öz bacarığımı tapdım, həmin krallıqda yaşayan insanların birlik formatında yaşamaq istərdim. Və Ne güzel. çox sağ olun. Və burada bizim bir neçə nöqtələrimiz var idi ki, bizim burada bir növ görüş meydanı var idi və bu bir meşədir. Ətrafında biz həmişə yığışaraq qərarlar verərdik, ümumiyyətlə bir-birimizlə vaxt keçirərdik həmin ərazidə. Və bizim burada etibarlı körpümüz var. Bu körpü həm əsl körpü mənasında, həm də eyni zamanda bağların güclənməsi mənasını daşıyan bir körpüdür bizim üçün. Eyni zamanda biz bu körpü üzərində müxtəlif bağlar quraraq insanlarla biz özümüzü daha rahat göstərəcəyik. Və bizim burada dəstək hissəmiz var ki, qalamızın əsas bu giriş qapısıdır və bunun ətrafında ilk olaraq balaca bir hissə var idi tikinti olaraq. Zaman keçdikcə, insanlar artdıqca və gücümüz çoxaldıqca biz bu qalanı daha da bir növ böyüdərək bir alınmaz bir qala vəziyyətinə gətirdik və bu qalanı daha çox güclə deyil də eyni zamanda hisslə, sevgi ilə bir növ yaşatdıq. Belə. Ərazam, çox güzel. Dərs telefonlara çalışdım. Demək özü başqa bir mesaj verir ki, çünki sən mənim üçün çox önəmlisən. Sənin bunu nə üçün etdiyini bilməyini istəməyim mənim üçün çox önəmlidir. Və mən istəyirəm bilmək ki, sən özün burada bu dəyərlər zəncirində haradasa özünü bir dəyərlər zəncirinin bir hissəsi kimi görəcəksən, öz köklərini anlayacaqsan. Çox gözəl. Biri Sirius krallığıdır, biri Braveheart, cəsur ürəklər krallığıdır. İndi isə baxmaq istəyirəm bir dənə şəkildən. Imperium of Biora, yeniliyin, yeni ideyaların kralıdır. Tam illər boyunca uzaq layihələrin birində olduqca boz insanların bütün həyata qapıldığı bir krallıq vardır. Krallıqda insanların həyatı olduqca boz keçərmiş, yenilik yoxuymuş. Necə deyərlər, hətta insanlar ağ, qara və boz rənglərdən ibarət geyinərlər. Sadəcə 3 rəngdən ibarət bir ölkədə bir əgin kimyagər varmış, hansı ki, xalqını vəziyyətdən çıxarmaq istədiyi əlləşir, amma bir yol tapa bilmirmiş və bu ona görə çəkək eləməyə çalışırmış. Bir günün o pərinə varır ki,
sən təkcə nəyinsə etməyə çalışdıqca bu olmaya bilər. Halbuki insanlarla ideal bölüşsən, müzakirə eləsən, bəlkə də nəzərdə etmək olar. O da bundan yola çıxaraq bir gün meydana çıxır və insanlardan bu barədə müzakirə aparmağa çalışır. Əvvəl olduqca boz gördüyü, ağılsız gördüyü insanların necə də yaxşı fikirlərə, geniş ideyalara sahib olduğunu fərqinə var. Amma bu günə qədər heç kim bu ideyaları o insanlardan soruşmamışdı, heç kim onları bu təşəbbüsə vadar etməmişdi. Və beləcə problemi ortaya yandırıb nə həll tapa biləcəklərini fikirləşirlər. Uşaqlardan biri qayıdır ki, bizim həyatımız çox bozdur. Bəlkə həyatımıza bir yenilik rəng tapaq. Bu hələ kimyagər üçün maraqlı bir fikir. Yəni bu yenilikləri kəşf edə bilir, o maddələrlə bilə bilir. Beləcə çəkilir öz evinə və başlayır yeni rəng yaratmağa. Və bu rəng olur bənövşəyi rəng. Bənövşəyi rəng yaratdıqdan sonra onu bu renkten parçalar istehsal edip insanların hayatına ve insanlara faydalanmaya başlıyor ama çok bazı insanlar yenilikler oldukça açık olsalar da bu ülkenin krallığının yeniliğini çok da sevmirdi. Burada bir de karşı durma yaranır ve o zaman bizim hem kimyager böyle karar alır ki karşı dağın eteğindeki boş toprağı doldurup yeni bir krallık yarattı ve bu krallığın adını Imperium of Fiora koyuyor ve Benefşehir'i de yeniliği bir temsil kimi kabul ediyor. Böylece de özlerine belə bir bayraq hazırlayırlar. Hansı ki bu bayraq bayraqda üçüncü göz təsvir olunur. Bu insanlara üçüncü gözdür. Gələcəyi görmək, yeniliyi görməyi təmsil edir. Və bizim bu krallıqda nələr var? İlk öncə bizim krallıqda Purple Card diye bir şey var. Hangi bizim krallığın vətəndaşı ola bilmir? Bizim krallığın vətəndaşı olmaq üçün siz müəyyən startap mərhələlərini keçməlisiniz. Kim ki bu startap mərhələlərini keçir, özünü sübut edə bilir. Purple kartı alır, yəni bizim vətəndaşlığımızı və bizim ölkədə, krallıqda fəaliyyət göstərməyə başlayır. Məsələn, bizdə müəyyən obyektlər var, hansı ki, həmin startaplar, müəyyən startaplar burada generasiya olunur, burada reallaşdırılır. Bundan başqa bizim kəşf mərkəzimiz var. Hava şarlarına minib ətraf əraziləri kəşf edə bilirlər, coğrafi kəşflər apara bilirlər. Mayak isə bizdə ən simvolik olan mayakdır. Mayak isə bu krallığın mayakıdır və insanlığı gələcəyə göstərir. Hansı ki, yeni fikirli insanlar var, başqa ölkələrin, başqa krallıqların vətəndaşlarıdır. Onlar üçün bir növ işıq göstərir ki, biz burada yerləşik, gəlib aramıza qatıla bilərsiniz. Bizim əsas ideyalarımız bundan ibarət idi. Təşəkkür ederim. Çox texnologiyalar, müasir elmlər, müasir vasitələrdən, texnikalardan istifadə edərək performansımızı yüksəldirik. Bayaq beləcə qeyd etdiniz, acılıq fəaliyyət və s. Biz də başladıq yediklər etməyə, yeni vətəndaşlar qəbul etməyə və bütün texnologiyalardan da istifadə edib işimizi daha da səmərəli, daha da gözəl etməyə başlayırıq. Buyurun dördüncü komandamızı dünyaya sərgiləyin. Вот и готовая эта карта. Так, печенюшка с предсказаниями. Еще посмотрим, что здесь выйдет. Small steps today create big results tomorrow. Sağ olasın. Класс. Так.